Gəldiyimiz bu ziyarətgah Qum şəhərində yerləşir. Beytun Nurdur, yəni Nur evi. Həzrəti xanım Məsumə Salamullah əleyhanın 18 gün ərzində yaşadığı evdir. Bu ki görürsünüz, bu yer artırılmadan. Amma xanımın sırf qaldığı yer və namaz qıldığı yer, inşallah ki qabağa baxacaqsınız, qabaqdadır. Məktub yazır İmamımız əleyhissalama ki, əziz qardaşım, mən səni görmək istəyirəm. Mədinədən gəlmək istəyirəm Xorasana. İmamımız əleyhissalam da məktubun cavabında bildirir ki, əziz bacım, mən də sənin üçün darıxmışam, gəl mən də səni görüm. Həzrəti xanım Məsumə Salamullah əleyha 400 nəfərlik heyətlə, Əhl-i-Beyt dostları ilə gəlirlər Mədinədən, keçirlər İrana. Bu şəhərdən qabaqçı şəhər Sabə şəhəridir. Sabə şəhərində karvanın qabağını kəsirlər, xanım Məsumənin karvanının qabağını kəsirlər və orada olan hər şeyi qarət edirlər. Üstəlik, orada olan Əhl-i-Beyt dostlarını qılıncdan keçirdib öldürürlər. Həzrəti xanım Məsumə Salamullah əleyha həyəcandan, sıxıntıdan xəstəliyə düşür. İnsan bəzən həyəcan keçirəndə, stres keçirəndə, həyəcana düşəndə xəstəlik keçirir. Xanım Məsumə Salamullah əleyha da xəstəlik keçirdir və daha sonra isə yanında sağ qalan bir-iki nəfərə ərz eləyir ki, deyin görün bundan sonraki şəhərin adı nədir? Onlar deyirlər, xanım, bundan sonraki şəhərin adı Qum şəhəridir. Xanım buyurur ki, məni aparın Qum şəhərinə. Atam İmam Musa Kazım əleyhissalam buyurur ki, Qum şəhəri biz Əhl-i-Beytin mərkəzidir, bizim dostlarımızdır, onlar bizə baxarlar. Xanım Məsumə Salamullah əleyhanı gətirirlər Qum şəhərinə. İlk daxil olan yer, xanımın daxil olduğu yer buradır. Ki, xanım Məsumə Salamullah əleyha 18 gün burada yaşayır. Xəstəlik o qədər şiddətli olur ki, xanım Məsumə Salamullah əleyha 18 gün burada ömür sürür və burada dünyasını dəyişir.